İsrail Müdafiə Nazirinin güclü zərbə endiriləcəyi ilə bağlı xəbərdarlığından sonra İranda panika yaranıb. Yeni Sabah az məlumat verir ki, bu haqda CNN xəbər yayıb. İranda panika yaranıb. Tehran və Şiraz əhalisi kütləvi şəkildə Şimala Xəzər dənizi sahillərinə qaçır. Yollarda kilometrlərlə tıxac var. Tehranın özündə metro sığınacaq kimi 24 saatlıq iş rejiminə keçib. Məlumatda qeyd edilib. İsrailin Batıya ərazisinə endirdiyi raket zərbəsindən sonra regionda hərbi siyasi temperatur kritik həddə çatıb. Hazırda İranın mərkəzində, xüsusilə də Tehranda geniş miqyaslı panika müşahidə edilir. Musavat.com yazır ki, paytaxt sakinləri evlərini tərk edir, yüz minlərlə insan Xəzər dənizi sahilinə, ölkənin şimal əyalətlərinə üst tutur. CNN bu axının görüntülərini yayımlayaraq yollarda kilometrlərlə tıxacın yarandığını təsdiqləyib. Bu artıq təkcə lokal bir böhran deyil. İsrailin Müdafiə Naziri son çıxışında Tehrana qarşı yeni və daha dağıdıcı əməliyyatların an məsələsi olduğunu açıq şəkildə bildirib. Biz mülki vətəndaşlara təxliyə xəbərdarlığı etmişik. Tezliklə güclü zərbə endiriləcək. İsrailli jurnalist Halel Beton-Rossi'nin verdiyi bu xəbər bölgədə gərginliyin nə qədər kritik nöqtəyə gəlib çatdığını göstərir. Bu müharibədə yalnız tərəflər İran və İsrail yox, artıq üçüncü ölkələrdə aktiv şəkildə rol almağa başlayır. İsrailin 14-cü televiziya kanalının yaydığı xəbərə görə Pakistan, Çin və Rusiya İrana yardım məqsədilə raket və hərbi texnikada daxil olmaqla hava yolu ilə silah yükləri göndərir. Bu isə göstərir ki, qarşıdurma qlobal xarakter almaq üzrədir. İranın daxilində baş verən bu xaotik vəziyyət Azərbaycanın da təhlükəsizliyinə bilavasitə təsir göstərə bilər. Əgər İranın bombalanması davam etsə və ölkə miqyasında hərbi siyasi kollaps baş versə, o zaman sərhədlərini keçərək qonşu ölkələrə axın edəcək kütləvi qaçqın seli yaranacaq. Bu halda Azərbaycan da birbaşa təsirə məruz qalacaq. İranla sərhədyanı bölgələrimizdə yerləşən rayonlarımız ciddi humanitar və təhlükəsizlik çağırışları ilə qarşı-qarşıya qala bilər. Eyni vaxtda təzyiq altında olan və məğlub duruma düşən teokratik İran rejimi məntiqsiz, aqressiv və regionu daha da qarışdıracaq addımlar ata bilər. Ənənəvi anti-Azərbaycan ritorikası bu dəfə real hərbi siyasi təhdidə çevrilə bilər. Xüsusilə Cənubi Azərbaycandakı milli ruhun yüksəlməsi və sərhəddəki sabitlik Tehranın gözündə əlavə hədəfə çevrilə bilər. İndiki mərhələdə prosesin sonunun haraya gedəcəyi bəlli deyil. Ancaq bəllidir ki, İsrail-İran qarşıdurması artıq sadəcə diplomatik və ya dron hücumları səviyyəsində deyil. Bu açıq və total qarşıdurma müstəvisinə keçir. Belə bir müharibənin regiona yayılması ehtimalı yüksəldikcə Azərbaycan kimi coğrafi və strateji baxımdan ortada yerləşən ölkələrdə oyun masasında risk faktoru halına gəlir. Azərbaycan hökuməti bu ssenarini əvvəlcədən ciddiyə alıb və Musavat.com-da olan xəbərə görə həm humanitar hazırlıq, həm də sərhəd təhlükəsizliyi baxımından qabaqlayıcı tədbirlər görüb. Quru sərhədlərimizin bağlı qalması və möhkəmləndirilməsi, ictimai informasiya, diplomatik neytrallıq və çevik təhlükəsizlik strategiyaları bu hazırlığın nümunələridir. Çünki bu dəfəki müharibə hər kəsi öz orbitinə çəkmək potensialına malikdir.